Müəllimə, Buyurun müəllim. ailə büdcəsində kəsir nə zaman yaranır? Xərc gəliri üstələyəndə. Bəli, xərc gəlir üstələyəndə kəsir yaranır. Bəs hər bir ailə öz büdcəsini düzgün bölüşdürməyi bilmək üçün nəyi bilməlidir? Ev təsərrüfatının iqtisadiyyat. Xeyr. Tələsməyin. Ev mühasibatının əsaslarını bilməlidir. Kimlər ailədə ev mühasibatçısı ola bilər? Ailə başçılarından hər biri. Bəli, ailə başçılarından hər biri. Bunu bəzən müəllimlər tələsir, ailə üzvlərindən də hər biri götürür. Amma diqqətli olun. Ailə üzvü deyəndə ailədə olan bütün şəxslər nəzərdə tutulur, amma ailə başçısı deyəndə ata-ana nəzərdə tutulur. Ona görə qəti tələsməyin. Yaxşı. Naibə müəllimə. Dubel nədir? Dubel divara vurulur, divara bərkidilir, əşya asmaq üçün də dubel. Plastik çüydür, bəli. Plastik çüydür. Dubellər neçə cür olur? Dubellər, onlar iki cür olur da, görünən, biri görünməyən. Onu deyirsiniz müəllimə? Xeyr. Dubelləri deyirəm. Yox, danışmayın, xahiş edirəm. Naibə müəllimə cavab versin. Hə, onlar dubellər, məsələn, orada var adi dubel, mismar dubel, onu deyir, şurup dubel, kəpənək dubel, ankerli dubel. Qarışdırmayın, xahiş edirəm, qarışdırmayın. Deməli, 4 cür olur. Adi dubel, mismar dubeli, spiral dubeli, kəpənək dubeli. 4 cür. Yadınızda qalsın. Yaxşı, mismar dubeldən harada istifadə olunur? Mismar dubeldən kərpic şeylərdə. Divarlarda. Doğrudur. Divarlarda, kərpic divarlarda. Yaxşı, spiral dubelindən harada istifadə olunur? Spiral dubeldə də yenə o kərpic divardır. Məsaməli. Hər bir sözü yadda saxlayın. Məsaməli dubeldə. Bəli, məsaməli materiallarda belə istifadə olunur. Bəs kəpənək dubelindən? Kəpənək dubeldən də alçıvan vurmaq üçündür kəpənək. Bəli, alçıvanla işləyən zaman istifadə olunur. Doğrudur. Yaxşı, sonra bizə desin, sevgili müəlliməm. Mən çıxın müəllimə var, onu bilirsin. Yaxşı. Deməli, ağır əşyaları bərkitmək üçün dəmir boltdur. Anker. Yaxşı, harada istifadə olunur ankerdən? Hansı divarlarda? Beton divarlarda müəllimə. Bəli, beton divarlarda istifadə olunur. Ankerin vurulma ardıcılığı necə idi müəlliməm? Dəliş burğulanır, dəliş toz soranla və ya fırça ilə təmizlənir. Sonra anker vurulur, sonra isə əşyamız bərkidilir. Doğrudur müəlliməm. Yaxşı, Rövşən müəllim. Doğru müəllim. Taxta divara mismar və ya şuruf vurmazdan əvvəl yerini nə ilə nişanlayırıq? Yerini qakarımla və bizlə. Bizlə, doğrudur. Yaxşı, deşiyi açmaq üçün əgər direl yoxdursa, nəydən istifadə edirik? Direl yoxsa onda vurğudan sonra müəllim. Deşiyi açandan və şilyan buradan istifadə edirik. Şilyan buradan istifadə edirik. Yaxşı. Axşamınız xeyir müəllim, mənə necəsiz? Hər vaxtınız xeyir müəllimə, siz necəsiz? Çox sağ olun, təşəkkürlər. Naibə müəllimə minnətdaram, bilmirdim, yaxşı ki dediniz. Yaxşı, zəhmət olmasa indi səsləri bağlayın. Aybəniz müəllimə ilə davam eləyək. Aybəniz müəllimə, kilidlər neçə cür olur, qapı kilidləri? Kilidlər 3 cür olur, asma, taxma, üstdən qoyulma. Yaxşı. Həm daxili, həm giriş qapılarında istifadə olunan kilid hansıdır? Taxma kilidlər. Doğrudur. Yaxşı, taxma kilidin başlıca xüsusiyyəti nədir?
onun qapının oyuğuna yerləşdirilməsidir. İndi burada bir incə bir məqam var. Düzdür, qapıda açılan oyğa yerləşdirilir. Amma Bəli. başlıca xüsusiyyət soruşulursa sizdən. Bunu mən tərtib elədiyim sınaqlarda salmışam, sizlər də işləmisiniz. Başlıca xüsusiyyət deyirsə, burada qapının dirəyinə yerləşdirilməsi nəzərdə tutulur.